Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə əsasən də son zamanlar dövlət qulluğu qəbulunda tez-tez düşən klaster məsələlərindən 2 ədəd qəbul tipli sualın izahına baxacağıq. Deməli, sualda bizə deyir, klasterin tutumu 13 kilobaytdır, diskdə də 117 kilobayt boş yer var. Deməli, mənim 117 kilobayt boş yerim varsa, 13 kilobayt da klasterin tutumudursa, neçə klasterim boşdur? 9 ədəd klasterim boşdur. 117 kilobayt cəm boş yer var. Deyir, daha sonra diskdən 2 ədəd mətn faylı silindi. 18 kilobaytlıq. Ola bilər ki, faylın həcmi 18 kilobaytdır. Amma diskdə neçə kilobaytlıq klasterlərə, yəni daha sadə dildə desək, yeşiklərə yığılıb. 13 kilobaytlıq. Deməli, birinci silinən mətn fayllarının həcmini tapırıq. Faylın həcmi 18-dir, amma yazılıb 13 kilobaytlıq klasterlərə. Deməli, gəlin bir dənə də bunu klaster götürək. Bax, 13 kilobayt getdi, klasterin biri zanitdir. Üstə gəl, deməli. Bir dənə də klaster çəkək, 13 kilobaytlıq. Bax, 18-in 13-ü yazıldı, düzdürmü? 5-i qalıb da. O 5 bu klasterə yazılır. Amma sən deyə bilmərsən ki, o 8 kilobayt burada qalır klasterdə, bunu istifadə edə bilərəm. Bu 13 kilobayt tamamilə zanit olur burada. Artıq bunun da ağzı bağlanır, 13 kilobayt tam götürürük. Bunu da. Deməli, failin həcmi 18 kilobaytdır, amma biz nə götürəcəyik? 26 kilobayt. Biz artıq onun yığıldığı klasterlərə, yəni yeşiklərə baxırıq ki, hansı neçə kilobaytlıq klasterlərə yığılıb. Oldu 26. Hə, baxıram ki, 2 ədəd fayldır. Onu da vuracam 2-yə. Bərabərdir 52. Deməli, 52 kilobayt buradan boş yer yarandı. Sonra keçirik ikinciyə. Deyir ki, bir ədəd 10 kilobaytlıq musiqi faylı. Elə 10 kilobaytlıq musiqi faylıdırsa, bərabərdir 1 klaster tutacaq. 13 kilobayt. 10 kilobayt yazılsa da o 3 kilobayt zanit qalacaq. Yenə klasterin də ağzı bağlandı. Bu da bərabərdir 13 kilobayt. Sonra üçüncüyə baxırıq. Deməli, üçüncünü biraz aşağıdan yazaq. 29 kilobaytlıq 3 ədəd qrafik faylı silindi. Bax, indi fayl 29 kilobaytdır. Sən bərabərdir bir dənə 13 kilobaytlıq klasterə yığdım bunu. Getdi. Klasterin ağzı bağlandı. Sonra üstə gəl, bir dənə də yenə 13 kilobaytlıq klaster. Yenə klaster zaten dolub tam. 13 yazdın 26. Yerdə nə qədər qaldı? 3 kilobayt. Amma yenə də o 3 kilobayt yaddaşda nə qədər yer zəbt eləmiş olacaq? Yenə bir 13 kilobaytlıq klaster yazılacaq da, düzdürmü? Yenə bir 13 kilobayt yer tutmuş olacaq. Deməli, bu da eləyəcək 13 bərabərdir 39 kilobayt yer tutacaq. Vəssalam. Deməli, burada əsas məqsədimiz nədir? Biz karıxmırıq. Silinən faylların hər birini ayrı-ayrılıqda, müstəqil şəkildə bu klasterlərə yazırıq. Klasterlərin hər birinə yazırıq. Sonra onların həcmini tapırıq ki, hansından neçə ədəd silinib. Sonra boş yerlə bərabər, təbii ki, bizdən soruşursa neçə ədəd, neçə kilobayt boş yeri qaldı, hə, onda toplayıb cavabı yazırıq. Burada da artıq mən toplayamalıyam. 117 kilobayt boş yerim var idi. Deməli, 117 var idi. Üstə gəl 52. Üstə gəl. Deməli 13. Üstə gəl 39. O da mənə verəcək 299 kilobayt bu şəkildə. Hə, əgər soruşsaydı ki, neçə ədəd klaster boş qaldı, həmin o 299-u da bölərsən klasterə. Ya da ki, belə asanlıqla götürə bilərsən ki, 4 klaster burada getdi, 2 fayldan. 1 klaster burada 5, 6 da burada 11. 9 klaster də budaydı. O da eləyəcək 20 klaster bu şəkildə. İndi isə keçirik digər qarşımıza imtahanda çıxa biləcək sual tipinə. Deməli, sualda deyir ki, verilmiş faylların diskdə tutduğu yerə uyğun olaraq diskin klasterinin ölçüsünün ala biləcəyi ölçüləri müəyyən edin. Gəlin baxaq. Bax, disk
20 kilobaytdır, daha doğrusu fayl 20 kilobaytdır. Amma yaddaşda nə qədər yer tutur? 21 kilobayt. Deməli, bu fərqli ölçülərdə klasterlərə, yeşiklərə yığılıb. İndi biz bu 20 ilə hərəkət eləmirik. Biz hərəkət eləyəcəyik harayla? Bu diskdə tutduğu yerlə. Üçündə də. Deməli, 21 kilobayt yer tutursa, bu klasterin ölçüsü nə qədər olub? 7 kilobaytlıq yeşiklərə yığılıb ki, bu 21 kilobayt yer tutur. Yəni artıq bax, sən yazdın 7 kilobayt bir, üstə gəl 7 kilobaytlıq klasterdə bir. Yerdə nə qədər qalır? 6 qalır da. 6-da amma nəyə yazılır? Bir dənə 7 kiloluq yeşiyə yazılırmı? O yenə də ağzı bağlanır da klasterin. Ona görə olur 21 kilobayt. Sonra baxıram ki, başqa alternativ ölçü yoxdur burada. Klasterə uyğunlaşa biləcək. Sonra baxıram ki, 41 kilobaytdır. Amma nə qədər yer tutur? 45 kilobayt. Deməli, mən bu 41 kiloluq məhsulu deyək, belə daha asan başa düşmək üçün, mən yığa bilərəm, məntiqlə düşünsəm, 9 kilobaytlıq klasterlərə, bir də 5 kilobaytlıq klasterə. Bu da olacaq S, Y. Gəlin lap bunu əyani şəkildə yazaq bir-bir. Deməli, bax, birinci 9-a yazsan 41 kilobaytdır. 9, 9, üstə gəl. 9, yenə üstə gəl. 9 kilobaytlıq klaster nə qədər elədi? 36. İndi əlində qalıb 5 kilobayt. Amma onu da bir dənə sən yeşiyin ölçüsü 9-dur. Bura yazarsan, ora zanit olacaq. Sonuncu da bağlanacaq. Deməli, cəmi bir yerdə nə qədər elədi? 45. 5 kilobaytlıq klasterdə 10 kimi. SY. Sonra 3-də də baxsan ki, 32 kilobaytdır. Elə 32 kilobaytda yer tutur. Deməli, burada klasterin ölçüsü 4 ola bilər. Bir də 2 ola bilər ki, elə standart 4-ə bölünür də 8 dənə klaster gedəcək, itkisiz. Bir də 16 dənə gedəcək. 2 kilobaytdan olsa. Deməli, olacaq burada A variantı. Bu qədər. Növbəti qəbul tipli suallarda görüşənədək.